Peki, kitapda Canlılar Alemi təsnifatı üstün izah. Canlılar Alemi təsnifatının birinci çalışma Azərbaycanda rast gəlinən dərman bitkiləri nəzərdən keçir. Burada dərman bitkilərin adları verilib, latın dilində də adlar verilib. Sadallanan bitki adları hansı tematik kateqoriyada kateqoriyanın adıdır? Deməli, növün adıdır. Sadallanan, məsələn, qırmızı qonur itburnu. Burada qırmızı qonur itburnu növün adıdır. Amma burada itburnu, biz demişdik ilkin adlar necədir? Azərbaycan dilində əksinə idi burada. Qırmızı itburnu cinsdir. Qırmızı qonur isə növüdür. İkisi bir yerdə isə növün adıdır. Deməli, hamısının adi kəklik otu. Adi kəklik otu cinsdir. Adi kəklik otu növdür. Xəzər zəfəranı, zəfəran cinsdir. Xəzər zəfəranı növdür. Su nanəsi, nanə cinsdir. Su nanəsi növdür. Deməli, sürünən kəklik otu cinsdir. Sürünən növdür. May itburnusu, itburnu cinsdir. May itburnusu növdür. Uzun yarpaq nanə, nanə cinsdir. Biz fikir verirsiniz, burada nanə bir cinsi verirdi. Burada su nanəsi bir cinsi veribdi. Nanə cinsidir. Amma su nanəsi, uzun yarpaq nanə artıq növdür. Adi zəfəran, zəfəran cinsdir. Burada Xəzər zəfəranı verib. Zəfəran cinsdir, Xəzər zəfəranı, adi zəfəran isə növdür. Buna görə də burada sistematik kateqoriyada növün adı verilibdir. Kateqoriya növ. Kateqoriya növdür. Çünki ikisi bir yerdə növ adlanır. Məsələn, latın dilində isə birinci nə idi? Cinsin adı. Roza cinsi idi. İkisi bir yerdə isə növdür. Bax, bu cinsdir. İkisi bir yerdə növdür. Roza cinsdir. Məsəl üçün. Burada da, məsələn, qırmızı itburnu, burada Azərbaycan isə əksinədir. İkisi bir yerdə növdür, amma itburnu, burada itburnu, roza itburnu cinsdir. Latın dilində əksinədir Azərbaycan dilində. Bunlar hamısı, məsələn, adi kəklik otu, burada humus, yəni kəklik otu cinsdir. Vulgar növdür. Sonra, bax, burada tumus yenə var. Tumus cinsdir, sürünən. Serpulum növdür. İndi bitkilərini qruplaşdırın və aid olduqları cinslərin adını xanalara qeyd edin. Aha. Burada 1 ilə 6-nı verib bizə nümunə olaraq. 1 ilə 6 nə idi? Qırmızı qonur itburnu, bir də 6 may itburnusu. Deməli, cins olaraq nə idi bunlarda? İtburnu cinsi. Latın dilində də rose. Burada da latın əlifbasını tapsaq, birinci dedik cinsdir. Azərbaycanda ikinci cinsdir. İkisi bir yerdə növdür. Sonra ikinci nə? Adi kəklik otu, bir də bizdə bir dənə kəklik otumuz var idi. Bir də kəklik otu. Sürünən kəklik otu 5-ci. Bunlarda cins nə idi? Kəklik otu. Latın dilində nə idi? Latın dilində birinci söz götürəcək. Tuğumuz. Sonra Xəzər zəfəranı. 3-cü Xəzər zəfəranı. Zəfəran, bir də adi zəfəran var. 8-ci. Zəfəran cinsdir. İndi zəfəran, Xəzər zəfəran. Latın dilində isə birinci ad Crocus. Azərbaycan dilində ikinci adı cinsdir. Latın dilində birinci adı cinsdir. Əksinə. Sonra zəfəran. Su nanəsi. Nanə də bir dənə uzun yarpaq nanədir. Bir də su nanəsi. Su nanəsi 4-cü. Nanə cinsdir. Latın dilində isə nanə mental. Fikir verirsəniz, Azərbaycan dilində cins ikincini götürdüm. İkinci hissələri cinsdir. Məsələn, zəfəran cinsi. Zəfəran cinsi. Latın dilində isə cins tərcümədə gəlib birinci hissəyə düşür. Bax, bir cinslər latın dilində. Əlavə mənbələrdən istifadə bitkilərin müalicəvi təsiri haqqında təqdimat hazırlayın. Bunu artıq özünüz hazırlayın. İkinci isə Azərbaycan dil əlifbasına uyğun sözləri yığacağıq. Məsələn, əlifbanın sıra nömrəsi ilə sözləri yığacaqsınız.
Burada bitki, aləm, gələcək, ikinci aləm, digərsi özünüz aiddir. Üçüncü çalışmaya baxaq. Şəkildə hansı aləmin nümayəndələri təsvir olunur? Şəkildə bir hüceyrəlilərdir. Bir hüceyrələr nə idi? Protistalar idi. Protistalar, yuxarı yazacağım, protistalar. Protistalar birinci verib bizə Flavidanada yosundu. Flavidanada yosundu. Yəni bitkilər aləmi gedirik. Birinci bitkilər aləmi. Yox. Protist, yəni üzr istəyirəm, protistalar. Aləm olaraq protistalara bölünür. Xlamidanada yosunu. Sonra ikinci amöb. Üçüncü infizor. Dördüncü evglin. Verilmiş sözlərdən istifadə edək mətni tamamı. Bakteriya protistalar bir hüceyrəli orqanizmlərdir. Bakteriyalar prokaryot, yəni nüvəsiz prokaryot. Protistalar isə eukaryot, növbəli aid edilir. Protistalara aid olan yosunlarda burada qidalanma avtotrof, amöbdə isə heterotrofdur. Qidalanma tipi müşahidə olur. Protistalar koloniya halında yaşayan nümayəndələrinə koloniyada Volvox aid idi. İri sistematik kateqoriya kiçiklərə qədər olanları adlarını qeyd edin. Burada yuxarıya bizi heyvanlar nədir? Heyvanlar aləmidir. Heyvanlar aləmi. Tip. Heyvanlar aləmlər tipə bölünür. Tipdən sinif. Sinif dəstəyə. Dəstə. Fəsilə. Cins. Ən xırda isə növüdür. Biz dedik ki, ən böyük taksonotik vahid aləm, ən kiçik isə növüdür. Burada da bitkilər aləmi, aləmdən sonra şöbə, şöbədən sonra sinif, sıra, fəsilə, cins, növ. Uşaqlar diqqət etsək yenə də. Heyvanlar əslində çox taksonotik vahid eynidir, amma burada tiplə şöbədə fərq var. Tiplə şöbədə. Heyvanlarda tipdir, bitkilərdə şöbədir. Bir də dəstə, heyvanlarda dəstədir, bitkilərdə sıradır. Bina nomenklaturu nədir? Onun əsasında kimdir? Bina nomenklaturu iki qat latın əlifbasıdır. Məsələn, Homo sapiens iki qat latın adları. Bayaq yuxarıda gördüyümüz bitki adları, məsələn, ona aiddir. Homo sapiens. Sonra ribes rumrum. Ribes nigra. Qırmızı qarağat, qara qarağız. Bunların hamısı yuxarıda gördüyümüz bütün adları deyə bilərik, latın adlarını. Onun əsasını kim qoyub? Linni qoyubdu. 18-ci əsrdə Karol Linni.